Həzrət Ağa bəhs huş məsnuini buyurdular: ağa, bu məsələyə əhəmiyyət verin bu məzmunda. Sabah bəs məsələ bir keyfiyyətli olacaq. Misl enerjiyi, həstəyi başlayacaqlar orada. Bərha bir seri məhdudiyyət qoymaqlar. Huş məsnuini müstəhsər sözdür. Bir dənə məsələdir ki, sürətlə gedir qabağa və əgər cüz'i qəflət ola və bizim məmləkətimizdə danışməndlər, danışqahlar, məsullar qəflət eləyələr bu məsələdən, sabah gərək əlimizi açaq onlara dilənək bu zəminədən. Ustandə da hakəza, məsulin ustani danışqahhay ustan vaqən gərək yığışalar, bir dənə komiteyi təşkil verirlər. Bu zəminədə nəmnə əllərindən gəlir, həm zir saxtılarda, həm növ istifadəsində gərək kamilən danışqahlar, mühəqqqiqlər gələrlər, oturarlar, ərsədə olalar, təlaş eləyələr, sürətlə gedirlər qabağa. Əgər bir zərrə qəflət olsa, biz dalıya qalacaq və sabah məcburuq onların dediyinə baxaq.